Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Sizdən gizlədilən vacib bir xəbəri çatdırıram sizə. Yol polisi inspektoru Ləzgi xalqını söydü və 26 bıçaq zərbəsi aldı, dili və qulağı qıx edildi. Yəni kəsilib atıldı. 26 may tarixində hadisə baş verib. Polis inspektoru Fərəcov Xanbaba Əlibaba oğlu 26 bıçaq zərbəsi aldı. Dili və qulağı kəsildi. Kəsən adamlar ölkədən qaçıblar, tuta bilmirlər. Necə ki o vaxtı nazir birbaşa demişdi, kriminal avtoritet qocanı harda gördün orada vurun. Bax bu adamlar da harda görsələr tutulsa orada da vurulmalıdır da. Tutulmaqsa söhbəti yoxdur, xəbərdarlıq eləmə söhbəti yoxdur. Amma yerli sakinlərin köməyi ilə həmin adamlar artıq xarici ölkəyə qaçıblar. Deməli bugün reanimasiyada polis bugün ayıldı. İt canı var polisdə, it canı. Deməli Ayna Sultanovanın yanındakı polis klinikasında bugün gözünü açdı. Hadisə necə olub dəyərli həmvətənlərim? 9 il türmədə yatıb çıxan bir Ləzgi millətindən olan əxi. Opşum yoldan gedirmiş. Fərəcov Xanbaba Əlibaba oğlu yolda saxlayıb bunu. Dayanıbdı. Və bunu bilirsiniz də, bütün qazanç yolu belədir. Xalqı ancaq siydirirlər, CD ilə analiz və narkotik çəkibsənsə davay. 1000, 2000, 3000, 5000 pul verməlisən. Bu əxini də dayandırırlar, siydirirlər, yəni yolun qırağında yer var da, siydirirlər. Ona 02 test edirlər. Nəysə 02 testindən çıxır. Nə çıxır bilirsinizmi? Bu əxi narkotik çəkib də, xalqın yarıdan çoxu kimi. Və razılaşırlar əxi ilə ki, 1400 manada söhbəti bağlayacaqlar, daha bir də sənə ilişməyəcəklər bu rayonda. Uzun sözün qısası, əxi razılaşır, 1000 manadı gedirlər, götürürlər, 1000 manadı verir və dəyərli həmvətənlərim, qalan 400 manadı da deyir, yoxdur, olanda verəcəyəm. Polis də deyir, çox gecikdirmə. Nəysə, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, uzun sözün qısası, polis serjantı görür ki, əxi 400 manadı gətirmir. Rayon yeridir də.